Real Madridin baş məşqçisi kim olacaq? Doğrudan da bu sual hamını maraqlandırır. Məni də çox maraqlandırır. Çünki hal-hazırda bazarda Real Madridi ayağa qaldıra biləcək baş məşqçi yoxdur. Bəli, potensiallı baş məşqçilər var. Uğurlu baş məşqçilər var, amma bunların çoxusu cavandır, cavan kadrdır. Real Madriddə cavan baş məşqçi uğurlu ola bilməz. Uğurlu ola bilər. Bilirsiniz hansı tip baş məşqçi? Zidane kimi baş məşqçi. Zidane Real Madridin başına gələndə məşqçi kimi heç bir uğuru yox idi. Amma oyunçu kimi o qədər böyük bir oyunçu idi ki bu adam. O qədər uğurlu olmuşdu ki, artıq məşqçi kimi gələndə belə hamı ondan çəkinirdi. O Zidane gəlib bax kişi, Zidane deyə bu. Arbeloa gəldi. Arbeloa nə uğuru var? Yoxdur. Ya da Xabi Alonso. Okey də Xabi Alonso daha statuslu idi. Ən azından Leverkusendən çempion oldu. Avroliqada nəsə eləməyə cəhd etdi və Real Madriddə daha belə önəmli fiqur idi nəinki Arbeloa, oyunçu kimi.